Ailənin sütunundan xəbər verim sizə. Ailənin sütunu qadının həyat yoldaşının qürurunu, ehtiramını saxlamasıdır. Bax, bu ailənin təməlidir. Vay o gündən ana uşağın yanında ataya hörmətsizlik elədi. Vay o gündən. Elə zərbə vurur uşaqlara. O ailə batdı demirəm. Allah inayət eləsin, batmasın, amma təxminən buna yaxın bir haldır ki, ana uşağın yanında ataya qayıtsın, ağır söz desin. Ana atanın hörmətini saxlasa ailədə, atanın bir işarəsi ilə uşaq onun ehtiramına görə atanın istədiyini eləyər. Ata ana namaz da qılsa, ana hicab da geyinsə, Məşhədə də getsə, Kərbəlaya da getsə, dua məclislərinə, əzadarlığa da getsə, amma ana ataya qarşı uşaqların yanında hörmətsizlik eləsə, uşağın dinindən uzaq olması 90%. Fərqi yoxdur, ana hicab giyinir ya neynir. Uşaq o zaman düzgün tərbiyə alır ki, görsün ata evin sütunudur, ana evin zinətidir.